günə buraxılış imtahanı nəticəsini artırmaq mümkündür? Əlbəttə mümkündür. Əgər sən də buraxılış imtahanına hazırlaşırsansa, bu video tam sənin üçündür. Hər birinizi salamlayıram uşaqlar. Mən İnci. Bildiyimiz kimi buraxılış imtahanına çox az qalıb və mən də bu yollardan keçmiş bir tələbə olaraq belə bir video çəkmək istədim. Hazırsaq keçək. Uşaqlar, sizə öncəliklə bunu demək istəyirəm ki, bu imtahana hazırlaşdığınız müddətdə çalışın telefondan və sosial şəbəkələrdən uzaq durun. Hazırlıqla əlaqədar dərsləriniz telefonda ola bilər, tamam. Ancaq bacardığınız qədər Instagram, TikTok'da, sosial şəbəkələrdə bunlardan uzaq durun. Müəyyən hobbiləriniz ola bilər, bədii kitab oxumaq, hər hansı bir musiqi alətində ifa etmək. Çalışın imtahandan hazırlaşdığınız müddət ərzində bunlardan maksimum dərəcədə uzaq durasınız. İkinci olaraq, blok fənlərinə çox zaman ayırmayın. Heç zaman ayırmayın demirəm, çox zaman ayırmayın. Əlbəttə ki, siz blok fənlərini oxumağı indi dayandırsanız, buraxılışdan sonra arada qalan mövzuları öyrənmək sizin üçün çətin olacaq. Əksər müəllimlər buraxılışa bir həftə qalmış blok fənlərini dayandırırlar. Belə olsa lap yaxşı. Ancaq dayandırmırsınızsa, bu müddət ərzində blok fənlərinə ayırdığınız zamanı bir qədər aşağı salın və buraxılış fənlərinə köklənin. Hər gün demirəm, 2 gündən bir, 3 gündən bir buraxılış sınaqları işləyin. Ötən illərin buraxılış imtahanı ola bilər və ya Güvən OTK-nın keçirilmiş buraxılış sınaqları ola bilər. Mən bir WhatsApp kanalı qurmuşam və açıqlama hissəsində bu kanalın linkini yerləşdirəcəm. Mütəmadi olaraq o kanala müəyyən buraxılış sınaqları göndərəcəm cavabları ilə birlikdə, listinkləri də həmçinin və ötən il blok və buraxılış imtahanı ilə bağlı yazdığım əsas qeydləri buraya yönləndirəcəm. Siz də həm bu kanaldan istifadə etməklə, həm də Telegram kanallarından istifadə etməklə müəyyən buraxılış sınaqlarını tapa bilərsiniz. Deməli, nə edirsiniz? Bir dənə sınaq seçirsiniz. Buraxılış imtahanındaymışsınız kimi bir ortam yaradırsınız. 3 saat vaxt qoyursunuz. Hansı sırayla imtahanda fənləri işləyəcəksinizsə, eyni sırada, eyni qayda ilə sınaqları işləyəcəksiniz. Bunun nəticəsində həm güclü təkrarlamış olacaqsınız, həm də imtahana getdikdə o dərəcədə həyəcan keçirməyəcəksiniz. Çox yaxşı olar ki, plan tutasınız. İmtahana qədər bu 20 gün ərzində hansı mövzuları günbəgün təkrarlayacaqsınız, hansı mövzudan nə qədər test işləyəcəksiniz, bu planda qeyd edin. Və ən əsası da odur ki, bu planı sadəcə yazmaq üçün yazmayasınız, həqiqətən də bunu əməl edəsiniz. Daha sonra bir dəftər tutun. Hər hansı bir mövzunu oxuyarkən, təkrar edərkən əsas müddəaları bu dəftərdə qeyd edin. Bütün fənlərdən, Azərbaycan dilindən də, riyaziyyatdan da, ingilis dilindən də. İmtahanda əsas nələr düşür, hansı hissələr sizin tez-tez yadınızdan çıxır, əsasda riyaziyyat düsturlarıdır. Bu dəftərə qeyd edin hamısını və imtahan otağına qədər də bu dəftər sizin əlinizdə olsun. Həftədə bir dəfə, müəyyən müddətdən bir də bunları təkrar edin ki, yadınızdan çıxmasın. İmtahanda olanda da istədiyiniz fəndən başlayın. Bəzən deyirlər ki, çətin fənləri, yəni əsasən də riyaziyyatı axıra saxlamayın. Çünki digər fənləri işləyəndən sonra beyin yorulur riyaziyyatı işləməyə. Amma mən həm buraxılış imtahanında, həm də sınaqlarda da birinci ingilis dilindən başlamışam. Yəni mənə ən rahat gələn fəndən sonra Azərbaycan dili, sonra da riyaziyyat və deyəsən kitabça sırası idi. Bu birinci ingilis, sonra Azərbaycan dili, sonra riyaziyyat. Siz də istədiyiniz fəndən başlayın. İstər ingilis, istər riyaziyyat. Fərq eləmir. İstədiyiniz fəndən başlayın. Ən əsası uşaqlar, bir sual üzərində çox vaxt itirməyin. Gəlirsən, gördün bu sualı yaza bilmirsən, keç o birisinə. Axırda baxarsan. Sən bu sual üzərində 5 dəqiqə vaxt itirirsənsə, artıq 5-6 dənə asan sualı yazmamış sayılırsan. Ona görə də hansı sualsa bilmədiniz, yazmaq çətin gəldi, keçin o birisi suala, vaxt itirməyin. İndi isə ayrı-ayrı fənlər haqqında danışmaq istəyirəm. Başlayaq ingilis dilindən. İngilis dilində əsas balı bildiyimiz kimi listening və reading verir. Qrammatika 16 sualdır, amma o nisbətən az bal verir. Amma yəni qrammatikanı uşaqlar 16-ya 16 yazında. Həqiqətən ingilis dili qrammatikası çox asandır. Bilmirəm, mənə elə gəlir. Amma məncə mənə elə gəlmir. Sizə də elə gəlir ki, ingilis dili qrammatikası həqiqətən çox asandır. Yəni bu sualda sizin səhv eləmə ehtimalınız çalışın ki, olmasın. Çünki belə deyim, ingilis dili qrammatikası digər fənlərdən nisbətən o qədər asandır ki, bizə verilmiş bir hədiyədir sanki. Ona görə də imtahana qədər ingilis dili qrammatikasını su kimi öyrənin. Bu qrammatikanı da əksəriyyətiniz böyük ehtimal Nərgiz Nəcəfdən ya da Gülnar Ümidovdan oxuyur və fərq yoxdur digər kitabdan. Açın qoy mündərəcatı qabağınıza. Buraxılış imtahana qədər bütün qrammatika mövzularını su kimi öyrənin. Qrammatikadan çalışın ki, itirəcəyiniz heç bir sual olmasın. İndi keçir listening məsələsinə. Listeningdən yaxşı yazmaq üçün, çoxlu listening işləməlisən. İmtahana qədər də çalışın ki, azı 20-30 dənə listening işləmiş olasınız. Sonra kitabça sizə gəldikdə, birinci açın bu listeningin, hər şeydən qabaq açın bu listeningin suallarını oxuyun bir-bir. Əzbərləyin, əsasda açıq sualları. Sonra listeningi qoşmağa gələndə böyük ehtimal 2 dəqiqə nəzərdən keçirmək üçün vaxt verəcəklər. Sonra da başlayın yazmağa. Bir də listingin açıq sualında isim verir ki, onun sifətini listingdən tutub yazasan. Həmin o sözü beyninizə təkrar işlədin ki, mətndə onu eşidəndə avtomatik tapasınız. Bir də adətən, həmişə demirəm, adətən imtahanda buna fikir verərsiniz.
Bir açıq sualdan sonra, yəni listening-in bir açıq sualından sonra ardınca o birisi açıq sualda deyil. Yəni bir açıq sualın cavabını tutanda hərf-hərf başlamayın onu yazmağa. Qısa-qısa sözlər yazın və fikir verin ki, bundan sonra o birisi açıq sualın cavabını deyər və siz bu sualı yavaş-yavaş yazmağa davam etdikdə artıq o birisi sualı birinci listening-də artıq itirmiş olacaqsınız və sizin bir şansınız qalmış olacaq. Yəni ona görə də listening-in açıq suallarında vaxt itirməyin. Qısa-qısa, yəni nə gəldi sərgəst xətlə də yazın, onsuz da cavab kartında sərgəli xətlə qeyd edəcəksiniz. Mənə həmişə listening-in açıq sualları daha rahat gəlirdi. Qapalı suallarda çünki çox variant olurdu. Onu hamısını bir-bir tutmaq da çətin idi. Birinci sual mətnin haqqında olduğunu soruşur. Bunu yəni çox vaxt listeningi dinləmədən də tapmaq olur. Yəni ən azından seçilir ki, hansı bənd mətnin adına uyğun ola bilər. Hansı variant sizə yaxın gəlirsə onu seçin. Onsuz da 2 dəfə listeningi dinləyəndən sonra tapacaqsınız. Bir də qapalı suallarda belə bir şey deyə bilərəm ki, yəni əgər gördünüz ki, həqiqətən tapa bilmirsiniz, onda məsələn hansısa variantda only, yalnız sözü varsa, onu çıxın variantlardan. Yəni məsələn sual belədir ki, hansı səhvdir? Only olan, yəni böyük ehtimal səhv olur. Və yaxud desək ki, hansı düzdür mətnə görə, onda only olanları, məhdudlaşdırıcı olanları çıxırsan. Yəni deyirəm, listeningi yaxşı yazmaq üçün çoxlu listening işləmək lazımdır. Readingi də yaxşı yazmaq üçün mətni yaxşıca tərcümə etməlisən. Həm readingdə, həm də ümumiyyətlə ingilis dilində əsas rolu söz bazası oynayır. İmtahanda da 10-cu, 11-ci sinif sözlərindən çox düşmür. Əsas 6-9-cu siniflərdən düşür. Bu sözlərdə, yəni sinifcə qruplaşdırılmış sözləri Nərgiz Nəcəfdən oxuyurdum. Sinonimləri su kimi əzbərləyib gedin imtahana. Readingdə ən azı 2 sözü dəyişdirmək sualı var. Bax, burada sinonimlər çox böyük rol oynayır. Eləcə də listening, yəni mətndə olan sözlərin sinonimlərini sizə tapşırıqlarda verirlər. Və sən də sinonimləri yaxşı bilməlisən ki, əsaslı readingdə sualları düzgün cavablandırasan. İndi danışaq riyaziyyatdan. Buraxılış imtahanda riyaziyyat əsasən nəzəriyyədən düşür. Belə lap baş sındırlası həll tələb eləyəsi suallar blok imtahanlarına düşür. Əvvəlki videolarımı izləyənlər bilər ki, mən riyaziyyatı çoxlu test işləməklə yaxşı yazmışam. Ümumiyyətlə tək mən yox, riyaziyyatı yaxşı yazmaq üçün çoxlu test işləməlisən, öyrəndiyin düsturları tətbiq etməlisən. Və testlərdə nə gəldi ata-ata yox, öyrən-öyrən işləməlisən. Deməli, nə edirsiniz? Gedib bir səhv dəftər tutursunuz riyaziyyatdan. İmtahana da suallar demək olar ki, topludan düşür. Açırsınız topludan başda natural ədədlərim. Qaydasını oxuyursunuz, artıq natural ədədlərin nəzəri hissəsini tam bildikdən sonra başlayırsınız topluda sualları nəzərdən keçirməyə. Daha hamısını bir-bir oturub işləmirsiniz. Onsuz da siz bu toplunu böyük ehtimal 9-cu sinif imtahanına hazırlaşanda da 10-cu sinifdə də 11-ci sinifdə də işləmisiniz. Artıq siz bilirsiniz ki, hansı sual sizə çətin gəlir, hansı sualı imtahan düşəndə yaza bilməyəcəksiniz. Bu sualları köçürürsünüz səhv dəftərinə, həllini ya müəllimdən soruşursunuz, ya da YouTube'da izah videolarından tapırsınız və həm bu dəftər, həm də əvvəldə dediyim mövzuların əsas müddəalar üçün olan dəftər sizin ən dəyərli 2 dəftəriniz olsun ki, imtahana gedənə qədər çoxlu bunları oxuyasınız, hətta imtahan günündə belə yanınızda olsun. Bilirik ki, riyaziyyatın ən çox bal verən suallar situasiya suallarıdır. Situasiya sualları üçün bir dənə funksiya sualını nəzərdə saxlayın və həndəsədən fəza ola bilər, üçbucaq ola bilər, çevrə ola bilər. Bunların ya sahə düsturları, ya da özlərinə məxsus düsturları var ki, bunlardan yəni mütləq situasiya sualına düşür. Olmasa da açıq suala düşür. Ona görə də əsas fəzadır, çevrədir, üçbucaqdır, sahədir. Bunları əzbərləyin, elə gedin imtahana. İndi danışaq Azərbaycan dilindən. Ümumiyyətlə bu 3 fənnin nəzəri hissəsini, qayda hissəsini mükəmməl şəkildə öyrənin. Azərbaycan dilində də ingilis dilindəki kimi qrammatika az bal verir, amma çalışın ki, bu qrammatika hissəsində sizin səhv eləmə ehtimalınız olmasın. Ona görə də qaydaları, nəzəri hissəni mükəmməl şəkildə öyrənin. Əsas balda Azərbaycan dilində mətnləri verir, bir bədii, bir də publisistik mətn olur və yenə günbəgün bölün. Hər günə 2 dənə mətn işləyin Azərbaycan dilindən, bir bədii, bir publisistik. Mətnlərə başlamazdan əvvəl onun suallarını oxuyun və mətni oxuduqda artıq biləsiniz ki, məsələn, bu hissə həmin sualın cavabı ola bilər və həmin hissəni nəzərdə saxlayın, qeyd edin. Və bunu deyə bilərəm ki, Azərbaycan dilindən günə 2 mətn, ingilis dilindən 2 mətn və 2 listening işləsəniz mükəmməl olar. YouTube'da belə bir post paylaşmışdım ki, imtahanla əlaqədar nə suallarınız varsa yazın, cavablandıracağım. Belə bir sual gəlib, imtahanda yığacağımız balla OTK nəticəmiz arasında nə qədər fərq olur? Mən 240-250 yığıram OTK-dan, buraxılış 250 plus gələrmi? Əlbəttə. Baxın uşaqlar, sınaq nəticələrinə ümidli olub və ya sınaq nəticələrindən qorxub imtahana getməyin. İmtahanda hər şey ola bilər və sizin sınaq nəticəniz sizin imtahan balınızı müəyyən etmir. Ona görə də sınaq balınızdan imtahan balınızı müqayisə etməyin. Sınaqda 240-250 yığırsınızsa və üstəlik OTK-dan yığırsınızsa bu balı, böyük ehtimal 250 plus yazacaqsınız. Çünki OTK sualları təxmini buraxılış səviyyəsində salır və imtahanda topladığınız bal, sınaqda topladığınız ballardan adətən 10-20 bal çoxdur. 5 aya 600 plus bal keçmək olarmı?
Bu sizin hal-hazırdakı vəziyyətinizdən asılıdır. Əgər 200 ballıq, 300 ballıq potensialınız varsa, biraz çətin məsələdir. Amma 500 ballıqsınızsa hal-hazırda, əlbəttə ki, olar. Amma siz 200-300 ballıq potensialınız varsa, bu o demək deyil ki, 5 ya 600 bal keçməyiniz mümkün deyil. Çox çalışıb, çox əziyyət çəkməklə istənilən nəticəni əldə edə bilərsiniz. Sınaqda yığdığımız bal mı gəlir buraxılışda? 2 aya nəticəni artırmaq olarmı? İngilis və az dili üçün əlavə hansı vəsaitdən istifadə edirdim? Buraxılışdan sonra bloku toparlamaq olurmu? Sınaqda yığdığımız bal mı gəlir buraxılışda? Bu haqqında danışdım. 2 aya nəticəni artırmaq olarmı? Bu böyük ehtimal mən postu paylaşanda yazılmış bir sualdır və imtahana artıq 20 gün qalıb və yenə deyirəm 20 gün müddətində artıq mən çalışdığım qədər həmin WhatsApp qrupuna sınaqlar atacağam, imtahanla əlaqədar məlumatlar atacağam və siz də çox çalışmaqla, çox əziyyət çəkməklə nəticənizi artıra bilərsiniz. İngilis və az dili üçün əlavə hansı vəsaitlərdən istifadə edirdin? İngilis dilindən qayda olaraq Nərgiz Nəcəf və Gülnarə Ümudovanın kitabları idi. Test olaraq ümumiyyətlə hər üç fənnin toplularından, bir də Dimin buraxdığı 20 sınaqlardan işləyirdim. Listening reading üçündə bu saydığım kitablarda olan listening readinglərdən və bacardığımız qədər hazırlıqlarda da müxtəlif nəşrlərin, müxtəlif şəxslərin kitablarından istifadə edirdik. Azərbaycan dilindən də qayda olaraq həm hədəfdən oxuyurdum, həm güvəndən oxuyurdum. Test olaraq da toplu 20 sınaq və ümumiyyətlə hər üç fənnin əvvəlki buraxılış sınaqlarından, keçirilmiş OTK güvən sınaqlarından və s. Buraxılışdan sonra bloku toparlamaq olurmu? Əlbəttə ki, olur və yenə qeyd edirəm, buraxılışa hazırlaşdığınız müddətcə bloku tamamilə dayandırmayın. Çünki buraxılışdan sonra arada qalan mövzuları oxuyub çatdırmaq sizin üçün əlavə bir əziyyət olacaq. Və buraxılışdan sonra bloka 3 ay qalmış olacaq və siz bu 3 ayda mükəmməl nəticə əldə edə bilərsiniz. Sən də az çalışıb beyni olanlardan idin, yoxsa çox zəhmət çəkərək 600 plus yığdın? Mən çox çalışıb həm də beyni olanlardan idim. Uşaqlar, belə bir şey deyim. Ən yüksək nəticəni əldə etmək istəyirsinizsə, ən çox çalışan siz olmalısınız və heç bir zaman da sizin çəkdiyiniz əziyyət boşa getməyəcək. Mən həm universitet imtahanlarında, həm blok buraxılış imtahanlarında çox əziyyət çəkmişəm və həqiqətən bu çəkdiyim əziyyətin nəticəsində görmüşəm. 10-cu sinifdə çox oxuyurdunuz. Bəli, çox oxuyurdum. 11-ci sinif qədər olmasa da çox oxuyurdum. Çünki 9-cu sinifin yüngüllüyündən sonra birdən-birə 10-cu sinifin ağırlığı ilə qarşılaşdım və 9-cu sinifdə olan 3 hazırlıq oldu birdən-birə 5 hazırlıq. Və mən istər-istəməz çox oxumaq məcburiyyətində qalırdım. Və bunu deyim ki, 10-cu sinifdə çalışdığınız qədər çox oxuyun ki, 11-ci sinif sizə rahat olsun. Buraxılışdan hansı kitabları tövsiyə edirsən? Azərbaycan və ingilis dilinə aid olanları saydım. Riyaziyyatdan da 20 sınağı idi, toplular idi, güvənə sınaqları idi və ümumiyyətlə mənşəyi bilinməyən çoxlu kitablar və sınaqlar işləyirdi. Və ən əsası da hər üç məndən ötən illərin buraxılış imtahan sualları, sınaq suallarını işləyin. Buraxılış fənlərindən 10-cu siniflərə məsləhət 11-də buraxılışdan çox yığmaq üçündür. 10-cu siniflərə məsləhətim bu ola bilər ki, ən önəmlisi yay tətilində boş durmayın və indiki müddətdə də tədrisinin sonuna qədər bütün proqramı bitirməyə çalışın ki, 11-ci sinifdə bunun üzərindən təkrar gedəcəksiniz. Salam, OTK-dan birinin 146 yığan, ikincisinin 121 yığan dindən neçə yığar? Təxmini 150 bal gəlir, çünki OTK buraxılış səviyyəsində, blok səviyyəsində salan bir sınaqdır və təkrar edirəm, bu sizin özünüzdən asılı. Çox az bir müddətdə, bu 20 gün müddətində belə siz bu nəticəni 200 bal edə bilərsiniz. Bir aya riyaziyyat 60 plus edə bilərəmmi? Yenə deyirəm, bu sizin hal-hazırdakı vəziyyətinizdən asılıdır. Amma çox çalışmaqla əlbəttə ki, bu istəyinizə nail ola bilərsiniz. Topluları 2 dəfə təkrar getmişəm, necə olar sizcə? Topluları 2 dəfə təkrar getməyiniz həqiqətən çox yaxşıdır. Ancaq bununla kifayətlənməyin. Əvvəldə də dediyim kimi, topludakı sualları bir-bir nəzərdən keçirin. Hansı ki, sualları siz bilmirsiniz, çətin gəlirsə, onu səhv dəftərinə qeyd edin və həmin sualları əzbərləyin. 600 plus bal yığmağın sirrini sorsalar nə cavab verərsən? Bu çox maraqlı sualdır. Sizə bir sir verim, amma heç kimə deməyin. 600 plus bal yığmanın əsas siri çox oxumaqdır. Həqiqətən sözün əsl mənasında çox əziyyət çəkməkdir. Valideynlərim də, müəllimlərim də, ətrafımdakı hər kəs şahiddir ki, mən bu 615 balı elə-belə toplamamışam. Mənim nə qədər əziyyət çəkdiyimi həqiqətən hər kəs görüb. Test tətbiqi necə gücləndirmək olar? Böyük ehtimal bunu riyaziyyatdan soruşursunuz. Test tətbiqini gücləndirmək üçün bacardığımız qədər çoxlu test işləməliyik. Bundan əvvəlsə hansı mövzunun testlərini işləyirsə, onun nəzəri hissəsini bilməliyik.
Mənim riyaziyyatım zəifdir, 3-cü qrupam. 200+ buraxılışda yığmaq istəyirəm, necə edim? 3-cü qrupsunuzsa və riyaziyyatın zəifdirsə, bu tamamilə normaldır. Ancaq normal deyib yola verməmək lazımdır. O birisi fənləri çox yaxşı oxuyun və bu fənlərdən yüksək toplayacağınızı qarantiləyin. Daha sonra isə riyaziyyatın nəzəri hissəsini öyrənib bunu testlərdə tətbiq etməklə istədiyiniz nəticəni əldə edə bilərsiniz. Bazanız uşaqlıqdan olub, yoxsa 10-cu 11-ci sinfi mükəmməl oxumusan? Ümumiyyətlə bazam yaxşı olub, əsasında ingilis dil fənnindən daha yaxşı olub. Həm də 10-cu 11-ci sinifdə də çox oxumuşam. Videomuzun dərslə bağlı olan hissəsi bu qədər idi. Uşaqlar, gedin o imtahana mükəmməl şəkildə yazıb çıxın və nəticələrinizi aşağıda qeyd edin. Ən əsası bilirsiniz nədir? Özünüzə inanın. Siz bu imtahanı çox yaxşı yazacaqsınız. Məndə heç bir zaman özgüvən problemi olmayıb. Uşaqlıqdan bəri həm valideynlərim, həm müəllimlərimin gözləntiləri məndən çox yüksək olub və həmişə ən yüksəyi edə biləcəyimə dair ruhlandırıblar. İmtahanlar olsun, KSQ-lar olsun, BSQ-lar olsun, bunları ən yaxşı şəkildə yazacağıma məni inandırıblar. Mənim adım uşaqlıqdan İnci birinci olaraq qalıb və bütün bunlar nəticəsində mən bugün hər şey edə biləcəyimə inanıram. Siz də inanın. İmkansız deyə bir şey yoxdur. Çətin bir şey var və biz də bunu bacararıq. Gedin o imtahanı partladın gəlin. Nəticələrinizi gözləyirəm. Uğurlar.